Bismillahirrahmanirrahim. Ramazan ayının mərkəzinə, bədirlənmiş ayın ən parlaq olduğu o 14-cü gecəyə qədəm qoyuruq. Ay səmada tam bütövləşir. Lakin biz insanlar olaraq heç vaxt tam və qüsursuz ola bilmirik. Biz yaradılışımız etibarilə xəta etməyə, unutqanlığa və yıxılmağa meyilli varlıqlarıq. Əziz və dəyərli izləyicilər, bəzən daxilimizdə elə bir güclü mübarizə gedir ki, nəfsimizə məğlub oluruq. İradəmiz zəifləyir. Söz verdiyimiz halda yenidən eyni günaha dönür, ayağımız sürüşür və büdrəyirik. Büdrədikdən sonra şeytan içimizə ən təhlükəli zəhəri damcıladır. Sən yenə eyni səhvi etdin. Səndən heç nə olmaz. Allah sənin kimi zəif iradəli birini bir daha dinləməz. Amma imsakın o sirli və şəfqətli sükutunda göylərin qapıları məhz büdrəyənlər, yıxılıb yenidən qalxmağa çalışanlar üçün sonuna qədər açılır. Bugün sizinlə insan ruhunun o zəifliklərini örtən, büdrəmələri bağışlayan və edildiyi an əsla geri qaytarılmayan o qəki duaları kəşf edəcəyik. Sizinlə eyni günahı təkrar-təkrar işləyən, hər dəfə yıxılıb yenidən Allaha yalvaran qulun qarşısında uca Rəbbin necə bir sarsıdıcı cavab verdiyini eşidəcəyik. İslamı və azanı gənclik cəhaləti ilə ələ salan, lakin Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin mübarək əli ilə qəlbi təmizlənən Əbu Məhzurənin qurtuluş sirrini kəşf edəcəksiniz. Məğlub olduğu ağır asıllığına görə cəmiyyət tərəfindən lənətlənən, lakin rəhmət elçisi tərəfindən onu qınamayın, o Allahı sevir deyə müdafiə edilən günahkar səhabənin qəlbləri sarsıdan hekayəsini eşidəcəksiniz. Və İmam Əlinin əleyhisselamın insanların kiçik saydığı günahlar haqqındakı o qan donduran hikmətinə vaqif olacaqsınız. Ümidsizliyi və özünüzü qınamağı bir kənara atın. Rəbbinizin sizin xətalarınıza və büdrəmələrinizə necə bir sevgi ilə yanaşdığını görməyin vaxtı gəldi. Ramazanın 14-cü günü imsaka oyanıb, sübhün alaqaranlığında səccadə üzərində əyləşdiyimiz zaman, İslam alimləri bizə insanın ən böyük acizliyini yaradana etiraf etdirən mükəmməl bir dua öyrədirlər. Bu dua bilərəkdən deyil, zəiflikdən edilən xətaların bağışlanması üçün bir fəryaddır. Gəlin bu sirli duanı birlikdə oxuyaq və psixoloji dərinliyini anlayaq. Allahümmə la tuaxizni fihi bil əsrat. Yəni, Allahım, bugün və bu ayda büdrəmələrimə, yersiz sözlərimə və sürüşmələrimə görə məni cəzalandırma, məni sorğu-suala çəkmə. Və əqilni fihi minəl xətaya vəl-həfəvat. Məni xətalardan və yanlışlıqlardan uzaqlaşdır. Onları mənim üçün azalt. Və la təcəlni fihi qarazən lil-bəlayə vəl-afat. Və bugün məni bəlalar, müsibətlər və fəlakətlər üçün bir hədəf, nişangah etmə. Bi izzətkə yə izzəl muslimin. Öz mütləq izzətin və yücəliyin xatirinə, ey müsəlmanların izzəti olan Rəbbim. Bu duadakı əsərat kəlməsinə diqqət edin. Əsərat, yolda gedərkən ayağın daşa ilişib büdrəməsi, insanın yıxılması deməkdir. Biz hamımız mənəvi yolda büdrəyirik. Çox vaxt etdiyimiz günahlar Allaha meydan oxumaqdan deyil, sadəcə bəşəri zəifliyimizdən, qəzəbimizdən, ehtirasımızdan qaynaqlanır. İmsakda Allaha yalvarırıq ki, ya Rəbbi, mən sənə qarşı gəlmək istəmədim. Sadəcə ayağım büdrədi və yıxıldım. Məni bu zəifliyimə görə əzmə, mənim əlimdən tut və qaldır. Bu səmimiyyətlə edilən dua, rəhmət dəryasında ən böyük dalğaları yaradır. Bəs insan eyni günahı bir dəfə yox, təkrar-təkrar işləyirsə necə olacaq? Şeytan bizə pıçıldayır ki, sən Allaha yalan danışdın, tövbəni pozdun. Allah səni artıq bağışlamaz. Əbu Hüreyrənin nəql etdiyi bu möhtəşəm hədis bütün bu ümidsizliyi darmadağın edir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur. Allahın bir qulu bir günah etdi və dərhal dedi ki, ya Rəbbi, mən günah etdim, məni bağışla. Uca Allah mələklərinə fəxrlə buyurdu. Qulum bildi ki, onun günahları bağışlayan və günaha görə hesaba çəkən bir Rəbbi var. Mən qulumu bağışladım. Bir müddət keçdi. Qul nəfsinə yenik düşdü, büdrədi və yenə eyni günahı işlədi. Yenə peşmançılıqla fəryad etdi. Ey Rəbbim, mən yenə xəta etdim. Bu günahımı da bağışla. Allahu Teala yenə buyurdu.
Qulum bildi ki, onun günahları bağışlayan bir Rəbbi var. Onu yenə bağışladım. Bir müddət yenə keçdi. Qul iradəsizlik göstərdi və üçüncü dəfə eyni günaha batdı. O artıq özündən utanaraq qırıq bir qəlblə dedi: "Ya Rəbbim, mən yenə büdrədim, məni bağışla." Bu an kainatın Rəbbi olan Allahın verdiyi o sarsıdıcı cavaba baxın. Qulum bildi ki, onun günahları bağışlayan bir Rəbbi var. Qulum istədiyini etsin. Nə qədər ki o xətasını anlayıb səmimiyyətlə mənə qayıdır, mən onu bağışladım. Allahu Əkbər. Sizin Rəbbiniz sizin büdrəmələrinizdən yorulmur. Allah yalnız o zaman sizdən üz çevirər ki, siz tövbə etməkdən yorulasınız. İmsak vaxtı eyni günaha görə 1000-ci dəfə əl qaldırsanız belə bilin ki, Allah o əlləri 1001-ci dəfədə eyni sevgi ilə qəbul edəcək. Biz çox vaxt gənclikdə, cəhalətlə, dostların təsiri altında elə xətalar edirik ki, sonradan xatırlayanda özümüz də utanırıq. İnsan belə böyük bir büdrəmədən sonra təmizlənə bilərmi? Rəvayət edilən bu səhih hadisə Rəsulullahın sallallahu aleyhi və alihi və səlləmin ən böyük xətalara necə mərhəmətlə yanaşdığını göstərir. Hüneyn döyüşündən qısa müddət sonra idi. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm səhabələri ilə bir yerdə dayanmışdı. Uzaqdan namaz vaxtı girdi və müəzzin azan oxumağa başladı. Həmin yerdə olan Məkkəli bir qrup müşrik gənc azanın səsini eşidəndə İslamı ələ salmaq, məsxərəyə qoymaq üçün azan oxuyanla birlikdə yüksək səslə gülərək azan cümlələrini təkrarlamağa, qışqırmağa başladılar. Bu çox ağır bir günah, Allaha və dinə qarşı bir təhqir idi. O gənclərin içində ən uca səslə, ən çox ələ salan isə səsi çox gür və gözəl olan Əbu Məhzurə adlı bir gənc idi. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm onların səsini eşitdi və onları yanına çağırtdırdı. Gənclər qorxu içində gəldilər. Düşündülər ki, onları ən ağır cəza gözləyir. O soruşdu: "Sizin aranızda o uca və gür səsin sahibi kim idi?" Hamı sustu, Əbu Məhzurə qabağa çıxıb titriyərək "Mən idim" dedi. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm onu cəzalandırmadı, ona qışqırmadı. O bu büdrəmiş, xəta etmiş gəncin qarşısına keçdi, mübarək əlini onun sinəsinə və başına qoydu, onu oxşadı və səmimiyyətlə Allaha dua etdi. "Allahım, onu mübarək eylə və ona bərəkət ver." Əbu Məhzurə sonradan o anı belə xatırlayır: "Allaha and olsun ki, o an mənim qəlbimdən İslam'a olan bütün nifrət silinib getdi. Onun yerini elə bir sevgi aldı ki, o mənə dünyadakı hər kəsdən əziz oldu." Və Rəsulullah sallallahu aleyhi və alihi və səlləm ona dedi: "Get, Məkkə xalqı üçün azan oxu." O xəta edən gənc ilahi şəfqət ilə Məkkənin, müqəddəs Kəbənin rəsmi müəzzini oldu. Baxın, ilahi rəhmət budur. Əgər siz keçmişdə Allaha qarşı hörmətsizlik etmisinizsə belə, imsak vaxtı qollarınızı açın. Allah sizin büdrəmiş qəlbinizi sığallayacaq və sizi özünə yaxın edəcəkdir. Biz büdrədiyimiz zaman cəmiyyət bizi dərhal mühakimə edir, üzərimizə etiket yapışdırır. Bəs rəhmət elçisi olan Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm təkrar eyni günaha, xüsusən də cəmiyyətin qəbul etmədiyi bir asıllığa büdrəyən insana necə yanaşırdı? Rəvayət edilən bu hadisə İslam tarixinin ən böyük ümid və mərhəmət tablolarından biridir. Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin səhabələri arasında Abdullah adlı insanları güldürən səmimi bir adam var idi. Lakin Abdullahın çox ağır bir zəifliyi, böyük bir büdrəməsi var idi. O, içki asıllığından, yəni şərabdan xilas ola bilmirdi. Dəfələrlə bu günaha görə Peyğəmbərimizin hüzuruna gətirilib cəzalandırılmışdı. Bir gün o yenə eyni xəta üstündə tutulub məscidə gətirildi. Səhabələrdən biri bu vəziyyətdən o qədər hiddətləndi ki, dözməyib qəzəblə qışqırdı: "Allah ona lənət etsin, nə qədər eyni günaha görə bura gətiriləcək, o heç düzəlməyəcək." Bunu eşidən Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləmin rəngi dəyişdi. O xəta edən günahkarı deyil, onu qınayan adamı sərt şəkildə dayandıraraq bəşəriyyətə günah və sevgi arasındakı o möhtəşəm sirri bəyan etdi. "Onu lənətləməyin, Allaha and olsun ki, mən onun qəlbində Allahı və Rəsulunu necə çox sevdiyini bilirəm." Subhanallah, bu necə böyük bir fəlsəfədir.
Bir insanın əməli büdrəyə bilər, ayağı dəfələrlə palçığa bata bilər, iradəsi ona xəyanət edə bilər. Lakin əgər onun qəlbinin dərinliyində Allaha qarşı təmiz bir sevgi varsa, rəhmət elçisi olan Peyğəmbərimiz onu cəmiyyətin lənətinə tərk etmir, ona şəfqətlə sahib çıxır. Siz də imsak vaxtı qaranlıqda əllərinizi qaldıranda, mən çox büdrəmişəm, cəmiyyət məni qınıyır, Allah məni sevməz deməyin. Sizin qəlbinizdəki o bir zərlə Allah sevgisi bütün büdrəmələrinizi yuyub aparacaq ən böyük xilaskardır. Biz dəfələrlə bağışlanmaqdan, büdrəməkdən danışdıq. Lakin bu o demək deyil ki, biz günahı kiçik görüb rahatlığa qapılmalıyıq. Şeytanın insana qurduğu ən böyük tələlərdən biri də xətanı gözümüzdə adiləşdirməkdir. İmam Əlinin Nəhcül Bəlağədə günahın fəlsəfəsi haqqında çox sarsıdıcı, insanı özünə gətirən bir qanunu vardır. O buyurur, ən böyük günah sahibinin kiçik saydığı, yəni əhəmiyyət vermədiyi günahdır. Bu dəhşətli bir psixoloji diaqnozdur. Bir insan böyük bir günah edəndə ondan qorxur, vicdan əzabı çəkir və tövbə edir. Lakin insan qeybət edəndə, yalan danışanda, kiminsə qəlbini qıranda bunu kiçik bir şeydir deyə adiləşdirir və heç tövbə də etmir. İmam Əli bizi xəbərdar edir ki, əgər sən bir günaha bunda nə var ki deyə baxırsansa, Allaha qarşı etdiyin bu hörmətsizlik o günahı kainatın ən böyük günahına çevirir. İmsak vaxtı dua edərkən 14-cü günün duasında dediyiniz və aqilni fihi minəl xataya, yəni məni xətalardan uzaqlaşdır cümləsini məhz o fərqinə varmadığınız, kiçik hesab etdiyiniz vərdişləriniz üçün oxuyun. Bəzən xətalarımız və büdrəmələrimiz əslində bizi Rəbbimizə daha da yaxınlaşdırmaq üçün bir vasitədir. Biz xətasız, qüsursuz mələklər olsaydıq, Allahın Əl-Ğafur, çox bağışlayan, Ət-Təvvab, tövbələri qəbul edən adları kimin üzərində təcəlli edərdi? Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurmuşdur ki, hər bir insan xəta edəndir. Lakin xəta edənlərin ən xeyirlisi tövbə edənlərdir. Sizin yıxılmağınız deyil, yıxıldıqdan sonra kimin qapısına qaçmağınız önəmlidir. Unutmayın, Rəbbiniz sizin göz yaşlarınızı, peşmanlığınızı o qədər sevir ki, bəzən o təmizlənmiş qəlbə baxmaq üçün əvvəlcə o qəlbin zəifliklə qırılmasına icazə verir. Qırılan qəlbləri isə yalnız imsakin qaranlığında edilən dua sağaldır. İndi dərindən aramla bir nəfəs alın. İçinizdəki o özünü qınama, o mən niyə yenə eyni səhvi etdim vicdan əzabını bu nəfəslə çölə atmağa hazırlaşın. Gözlərinizi yüngülcə qapayın. Özünüzü imsakin o dərin, mistik sükutunda təsəvvür edin. Pəncərədən süzülən 14-cü gecənin tam ayının işığı sizin büdrəmiş, amma ümidini itirməmiş qəlbinizi aydınlatmaq üçün gözləyir. Biz bağışlanma və rəhmət günlərindəyik. Birincisi, səhvlərinizdən qorxmayın, onları etiraf edin. 14-cü günün duasını pıçıldayın. Allahümmə la tuaxizni bil-əsərat. Yəni, Allahım, büdrəmələrimə görə məni cəzalandırma. Təkrar-təkrar yıxılsanız belə, Allahın sizin səsinizdən yorulmadığına inanın. O sizi hər dəfə bağışlamağa hazırdır. İkincisi, qəlbinizdəki sevginin gücünə inanın. Cəmiyyət sizi asılılıqlarınıza, səhvlərinizə görə lənətləsə belə, Peyğəmbəriniz sizi qorumaq üçün o Allahı sevir deyəcək qədər şəfqətlidir. Qəlbinizdəki o təmiz imanı heç vaxt itirməyin. Rəbbinizə tərəf səmimi bir addım atın. Üçüncüsü, kiçik xətalara diqqət edin. İmam Əlinin xəbərdarlığını unutmayın. İnsanların qəlbini qırmağı, xırda yalanları adiləşdirməyin. Təmizlənmək elə o kiçik tozları silməkdən başlayır. Siz qaranlıqlara və yıxılışlara məhkum deyilsiniz. Siz imsakin nuru ilə qaldırılan, hər büdrəmədən sonra daha da güclənən xüsusi bir bəndəsiniz. Əgər bu video sizin qəlbinizdəki o yükü yüngülləşdirdisə, özünüzü bağışlamağa və Rəbbinizə bir addım da yaxınlaşmağa səbəb oldusa, zəhmət olmasa bəyən düyməsinə basaraq bizə dəstək olun. Kanalımıza abunə olun ki, Ramazanın bu mübarək günlərində mənəvi səfərimizə qırılmadan davam edək. Və rəy bölməsində bu gecə imsakda yıxıldığınız yerdən Rəbbinizin əli ilə qalxacağınıza niyyət etdiyinizi bildirmək üçün bu cümləni yazın. Allahım,
Biz zəifliklərimizi və büdrəmələrimizi sənə gətirdik. Bizi imsakin qaranlığında sənə yalvaran və sənin mərhəmətinlə yenidən ayağa qalxan qullarından eylə. Oruclarınız qəbul, dualarınız müstəcab, ruhunuz daim ümid içində olsun. Allahümmə səlli alə səyyidinə Muhammed və alə əli səyyidinə Muhammed. Hələlik Allah amanında.